Tovuz rayonunun Düz Qırıqlı kənd sakinləri Salih İbrahimov və Hüseyin Məhərrəmov səs televiziyasına müraciət edərək üzləşdikləri qanunsuzluqla bağlı şikayətlərini bildiriblər. Fermerlər qeyd ediblər ki, vaxtı ilə dövlət tərəfindən onlara verilmiş pay torpaqlarının bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıblar. Bundan başqa həmin torpaq sahəsində salınmış üzüm bağlarına və dövlət tərəfindən qurulmuş artizan qurğusuna gedən texniki yol da başqa vətəndaşa satılıb. O da yolun həmin hissəsini çəpərləyib. Nəticədə sahələrə və artizana gedən yol bağlanıb və xidmət maşınları ora keçə bilmirlər. Səs televiziyanın əməkdaşları şikayətlə bağlı əraziyə yaxınlaşıblar. 1997-ci ildə devlətimin əlindən mənə pay torpağı verilib. Pay torpağı verilib, mənim torpağımın ayağını yolu tozda bir vətəndaşa veriblər. 2 sot torpağımı yolu. Mənim torpağıma qarşıcağı yoxdur. İntihas torpağımın ayağını yolu 2 sot torpağı götürüb tozda bir vətəndaşa veriblər. Bax budur. Buradan ağrı yol yoxdur. O adam da yolu çəpərləyib, yolu zəbt eləyib. Buradan ağrı gediş yoxdur. Artizana gediş yoxdur. Üzümümüz 97-ci ildən üzüm əkmişik. Üzümümüzə dərman vurdura bilmirik. Çox əziyyət çəkirik. Bax, üzümümüzə xəstəlik düşüb. Dərman vurdura bilmirik. Traktor daldala gəlir, əziyyət çəkir. Yolu da butana. Hal-hazırda sana yolumuz bax budur. Yol bağlıdır. Yol bağlıdır. Çəpərliyiblər, yolumuzu kəsiblər. Fermerlər daha bir problemlə də üzləşiblər. Belə ki, onların qanuni pay torpaqlarından kəsilib, tamamilə qanunsuz şəkildə başqa şəxsə torpaq verilib. 1997-ci ildə bu torpaq mənə verilib, hökumətimin əlindən, devlətimin əlindən, qanunu. Burada mənim qonşum 4 vərəqli mənim hökumət verən kağızım var, dövlət kağızım. Onda o kağızda mənim yazılıb qonşum Məhərrəmov Söyündür. O adamın dokumentində yazılıb ki, İbrahimov Salihdir qonşum. İndi Qəzənfərin oğlu Bəxtiyar var, Tovuz rayonunun Düz Qırığı kəndində, deyir pulum dollardır. 6000 manat pul verib dokument düzəltdirmişəm. Onun əlində kağızı var, intihası dövlət haqqı yoxdur. Qanunsuz mənim torpağımı 50 metrə mənim tənəyimin içinə girir. Nəyə görə? Qanunsuzdur. Burada da bir problem. Nəyə görə verilib? 2 nəfərin yerinin ortasından başqa adama yer satıblar. Bəli, 2 nəfərin torpağın arasından qanunsuz ona da yer verilib. 5 sot. Mənim sağ qonşum Aslanov Akif Əhmədoğludur, sol qonşum İbrahimov Salih Paşaoğludur. 97-ci ildən bizə sənət veriblər, pasportumuz var əlimizdə. İndi də gəliblər 2022-ci ildən ki, bizim burada yerimiz var. 6000 manat verib, 5 sot yeri bizim Salihlə mənim ikimizin 250 dənə gərək biz onda ağacımızı kəsək. Harada görsənir, prezidentin qərarı var, bir dənə ağac kəsməyə heç kimin ixtiyarı yoxdur. İndi bunlar gəlib ki, yox, hamısını deyilən daşınmaz əmlakdır, kadastr idarəsidir, gəlib ki, yeri boşaldım. Mən hazır bağımı niyə qırmalıyam, nəyə görə? Şikayətçilər müvafiq orqanlara və məhkəməyə müraciətləri və onlara verilən torpaqlar da göstəriblər. Onlar qanunla haqlarının təmin olunmasını istəyirlər. Aidiyyatı orqanlara müraciət eləmişdim, o cümlədən Kənd Təsərrüfatı Nazirinə İnam Kərimov yoldaşa. Ondan da bana bax məktub gəlib, cavab gəlib ki, sən öz haqqını tələb elə. 25 ildən sonra heç kimin ixtiyarı yoxdur, sənin torpağını ala kiməsə verələr. Bu Məhərrəmov Hüseyin Musoğlu. Burada göstərir 820 nömrəli pay torpağı mənimdir. Burada İbrahimov Salih Paşaoğlu göstərir 821 nömrəli pay torpağı Salihindir. Bu yerin ayağı da belə olmağına görə artizan var. Artizan idarəsi bax burada yerləşir. İddiaçının da burada nə adı yoxdur, nə əgər onların yeri qanunu olsaydı, sağı solu bizim birimizin aramızda olardı. Avtomobil yoludur, bu da torpaqların... Bəli, bax bu da gediş-gəliş yoludur. Bəli. Burada da sizin dövlət haqqında aç. Bu sahənin sahənin ümumi görünüşüdür. Dronla çəkilib. Dron çəkilişidir. Dron çəkilişidir. Bu yol buradır. Bəli. Sağında qoz ağacı var, solunda qoz ağacı var. Deməli buradan yolun ortasından
kəsilib satılır. Bəli. Halbuki bu yol sahələri Bana yolu. yazılıb yol. Bəli, açıq-aşkar yol yazılıb. Kağızı da açan var. Və yazılıb ki, texnika və vətəndaşların gediş-gəliş yolu. Gəliş Faktiki yolu. yoldur. Bəli. Dövlət Həmin aktımız o. da var orada. Faktiki yol buradır və qarşıda gördüyünüz bu yolun ortasında kəsilib çəpərlənən yer yoldur, satılır. Dövlət aktını da çək. O buradadır. Burdan elədir. Sonra sizin burada Bunu. torpağın mülkiyyət haqqında dövlət aktı var, deməli nömrəsi ilə filanla. Burada da qeyd olunub kimlərə, nə Məhərrəm vaxt, necə Aqrasılat Komissiyasının aktıdır. Aç. O otanı. Bu da mülkiyyət torpağının planıdır. Yəni həm videoda, həm də sənədlərdə eyni vəziyyətdir. Burada da komissiyanın Aqrasılat Komissiyasının qərarıdır. Faktiki surətdə nə cür verilib, nə vaxt, hansı formada Koordinatlar sənədləşdirilib, bəli, dəqiqliklə, kadastrda var. Əlavə də siz məktublarla müraciət edibsiniz. Bəli. Orqanlara. Mən göstərim sizə bax. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən cavab gəlir. Buyur. Azərbaycan Respublikası Milli Məclisindən yoldaş Əli Hüseynlidən cavab gəlir. Komissiya sədridir. Bəli. Göstərim sizə. Ali məhkəmədən mənə cavab gəlib. Hələ Ali məhkəmədən gələn cavabda yazır ki, sizin yeriniz hələ 6 sot çatmır. Azdır hələ. Azdır. Hələ onunla belə deyirlər ki, bunların yerini Apellyasiya məhkəməsi sizin Apellyasiya məhkəməsi qüvvədə saxlayır. Bəli, Bizim bəli. xeyrimizə dedi ki, qanunsuzdur verilən yer. Bəli. Prezidentə müraciət eləmişik. Oradan cavab gəlir. Şübhə etmirik ki, müvafiq orqanlar problemlə bağlı tədbirlər görəcəklər.